Tərtər rayonunun yeni qəsəbəsidir, ab-hava. İstilik haqlarını gəlir məmurlar istəyir, asançasına istilik pullarını verin, amma dövlət işlə təmin eləmir vətəndaşı. Biz neynəməliyik? Allah vurub, ketman vurub, qadın xeylağı dilənməliyik, oğurluq eləməliyik. Nə ilə ödəməliyik işığı, pulu, suyu, qazı, istiliyi? Qaşınkom oturub burada pul güdür, əl güdür. Bütün binalarda satış eləyir. Bütün əksər binalarda kimi vətəndaşları dindirəsiniz, yoxlama aparasınız, bütün binalar satılıbdır. Məmurlar hamısını satıbdır, JEK satıbdır. Şəhid ailəsi qazı adı ilə girirlər, çıxmırlar. Pulu ilə alırlar, çıxmırlar. Belə şey olar. İndi də bugünkü gündə gəlib deyir, istilik pulu ver. İstilik pulunu işlə təmin eləməmsən. Hər evdə 3 uşaq var. 3 uşağa nətər ağzından, çörəyindən kəsək verək istilik haqqını. Bugün səhər gələcək ki, oğul yeşətmirsən, əskər ver. Hansı gündə yaşayır əskər verək? Hansı gündə? Çətinliklə uşaq böyüdürük, asanlıqla böyütmürük. Çətinliklə uşaq böyüdürük. Bugünkü günü bizi işlə təmin eləmir. Gəlir də deyir, istilik haqqını ver. Bax, vətəndaşların ayağa qalxmasıdır. Rəsmi iş ver, iş yeri ver, süpürgəçilik ver, vətəndaş işləsin, getsin, istiliyin haqqını ödəsin. Gedirsən JEK-ə, Tərtər rayonunun yeni qəsəbəsinin JEK-inə. JEK-in müdürünə müraciət edirsən ki, mənə iş ver, deyir, ört qapını çıx çölə. Ört qapına çıx çölə. Az da deyir hələ. Sakinə az da deyir hələ. Az deyir, çıx çölə.